Düz 33 il öncə ermənilərin Füzuli rayonuna hücumu Pirəhmədli kənd sakinlərini doğma yurdlarını yalnız canlarını qurtarmaq bahasına tərk etməyə məcbur etmişdi. Bu illər ərzində digər işğal altında olan kənd, qəsəbə rayonlar kimi Pirəhmədli də xarabalığa çevrilmişdi. İndi bu kəndə həyat yenidən qayıdır. Nəhayət 33 ildən sonra Füzuli rayon Pirəhmədli kəndində ilk Novruz tonqalımızı yandırdıq. Gün onlar üçün adi günlərdən biri deyil. Çünki 33 il öncə məcbur köçkün düşdükləri kəndlərinə bugün bayram abu-havası ilə geri dönürlər. Bugün illərin həsrəti sona çatıb. Pirəhmədli kəndi öz sakinlərini yola saldığı kimi bu dəfə yenidən qarşılayır. Amma bu dəfə qorxu ilə yox, bayram sevinci, bayram xonçaları ilə. O günlər atışma, silahlar səsləri duyurduq, qara tüstülər, hər tərəf bürünmüşdü kənddə. Ancaq indi İnsanlar qəsəb, bugün şükür ki, biz Xonça ilə bu kəndə qayıdırıq. Biz gəldik elimizdə, obamızda, Pirəhmədli kəndində bayramı keçirməyə. Ölkənin müxtəlif bölgələrində yaşayan Pirəhmədli kənd sakinləri Novruz bayramı günlərində bir araya gələrək 33 ildən sonra öz ata-baba yurdları olan Pirəhmədli kəndində bayramı qeyd etdilər. Uzun illər ayrı düşdükləri doğma torpaq onları yenidən birləşdirdi. Füzuli rayonu Pirəhmədli kəndi bir tərəfdə kənd yenidən qurulur, digər tərəfdə isə bayram tonqalı, bayram süfrəsi açılır. Uzun illərdən sonra kəndə bu qayıdış adi bir səfər deyil. Bu mənəvi bir qayıdışdır. Pirəhmədli kənd sakinləri 33 ildən sonra öz kəndlərində bayram tonqalı qalıyırlar. Təbii ki, böyük qürur hissidir və nəzərə alaq ki, burada bizim uşaqlığımız da var. Ömrümüzün ən ətirli çiçəklərini burada soldurmuşuq və mənfur düşmənimizin etdikləri təbii ki, bəllidir. 30 il idi bizi həsrət qoymuşdular yurdumuza, yuvamıza. Tonqallar qalandı, süfrələr bəzəndi. Kənddə yenidən bayram abu-havası yaradıldı. Kənd sakinləri deyir ki, ölkənin hər yerində olduğu kimi Pirəhmədli kəndində də vaxtı ilə öz Novruz adət-ənənələri olub. Bu qayıdış mənim bir qürur qayıdışımdır. Tək mənim yox. Çadır şəhərciyindən qayıdan duyğular deyil, qürurun bura qayıdışıdır. Bu duyğuları hətta dilə gətirmək belə mümkün deyil ki, mən nə hisslər keçirdirəm. Elimiz, ovamız burada ilk Novruzunu keçirdir, şənlənir. Kəndə ayaq basan hər kəs balacadan böyüyə sevinc içindədir. Amma bu sevinc təkcə bayramın bu kənddə keçirilməsinə görə deyil. Onlar bu torpaqlardan vaxtı ilə məcbur ayrılmışlar. Bugün isə yenidən öz evlərinə, xatirələrinə, uşaqlıqlarını keçirdikləri kəndə qayıdıblar. Bu kənddən olan Cavad müəllimlə ailə qurmuşam. 33 ildən öz kəndimdən 11 yaşında çıxmışam. Öz kəndimə də getmişəm. Amma 33 ildən sonra da Cavad müəllimlə öz evlatlarımla Pirəhmədli kəndinə gəlmişik. Burada bayramı qeyd eləməyə gəlmişik. Çox sevinirəm. İlk dəfə də bu kəndə gəlirsiniz. Bəli. Mən həmişə atamın evdə oturanda, atam öz əsgəri xatirələrindən, balaca xatirələrindən danışırdı. Mən həmişə deyirdim ki, inşallah torpaqlarımız işğaldan azad olunar. Mən də gedib kəndimizi görürəm. Bugün şükür ki, qismət oldu, gəldik kəndini gördük. Yəni Novruz bayramını ilk dəfədir ki, öz atamın kəndində qeyd edirəm. Bir vaxtlar xarabalığı xatıradan Pirəhmədli kəndi indi yenidən qurulur. Sakinlərin öz ata-baba yurdlarına geri dönüb burada rahat yaşamaları üçün bütün infrastruktur qurulur. Evlərin tikintisi də sürətlə davam etdirilir. Məlumat üçün bildirək ki, hazırda Füzuli rayonunun Pirəhmədli kəndi də daxil olmaqla rayonun bir neçə kəndində yenidən qurma işləri həyata keçirilir.